Hər vaxtınız xeyir. Bugün sizinlə 9 siniflər üçün nəzərdə tutulmuş Dimin 20 variant sınaq imtahanı kitabından sonuncu sınaq imtahanı olan sınaq 20-yə nəzər yetirəcəyik. Suallara baxaq, daha sonra isə mətn suallarına baxarıq. Birinci sual. Söz birləşmələrindən biri həqiqi mənadadır. Burada diqqət çəkmək məcazi mənadadır. Darvazanın ağzı məcazidir. Ağacın başı məcazidir, stolun ayağı da məcazidir, quş səsi isə həqiqidir. 2. Hansı cümlələrdə nöqtələrin yerinə samit yazılmalıdır? Biz bilirik ki, sonu eyni cinsli samitlə bitən sözlərə samitlə başlanan şəkilsə artırdıqda samitlərdən biri düşməlidir. Samitlə başlanan şəkilsə artırdıqda isə hər ikisi qalır. Burada isə yazılmalıdır deyir deyə biz burada biri çıxırıq. Bir olan cavablarda çıxırıq. Azadlığı anlamaq xüsusi hissdir. Hiss sözü bu sözlərdən istisna idi. Hiss sözünə artırdıqda, yəni samitlə başlanan şəkilsə artırdıqda orada düşün baş vermir. Bir dənə siz şəkilsə artıranda belə bir proses baş verir. Ananın sənin sevdiyin fənlər hansılardır? Bunu da çıxdıq. Hər kəsin özünə məxsus sirri vardır. Bu isə qalır. Cavab olur 2-4 E bəndi. Əli dünən kəndə gələndə artıq axşam idi cümləsinin təhlil ilə bağlı yanlış düşüncələr edin. Təhlil deyirsə ilk növbədə biz bunu təhlil etməliydik. Axşam idi. Nə vaxt, nə zaman? Əli dünən kəndə gələndə. Mübtəda isimlə ifadə olunub. Nə vaxt, nə zaman? Zərflik. Mübtəda isimlə ifadə olunub. Burada ümumiyyətlə mübtəda yoxdur. Cümlə xəbər və zərflikdən ibarət olduğu üçün yanlış cavab A bənd olur. Yalnız baş üzvlərdən ibarət cümləni müəyyən edin. Hə, deyəsən qonaqlar Həmidənin əmsigildə idilər. Hə və deyəsəni çıxırıq, çünki onlar köməkçi kisələrdir. Həmidənin əmsigildə idilər. Həmidənin əmsigildə idilər. Kim? Qonaqlar. Cümlə ilə mübtəda və xəbərdən ibarətdir. Cavab olur A bəndi. 5. Şərt şəklində olan feil işlənmiş nümunəni müəyyən edin. Şərt şəklində olan feil deyəndə biz bilirik ki, şərt şəkli feillərə qoşulmalıdır. Burada oxumaqdırsa məstərdir. Burada bunu çıxırıq. Aşıqdırsa çıxırıq. Yoxdursa çıxırıq. Gəlsə, burada isə feilə qoşulub cavab olur D bəndi. 6. Uşaqlar gülə-gülə məktəbdən çıxaraq kəndə tərəf getdilər cümləsinin morfoloji təhlilindəki səhvi müəyyən edin. Kəndə yönlü halda məktəbdən çıxlıq halda olan isimdir. Bəli. Çıxaraq feili bağlamadır. Bəli. Getdilər sadə feildir. Şuhudi keçmiş zamandadır. Doğrudur. Gülə-gülə mürəkkəb tərz hərəkət zərfi deyil, feili bağlamadır. Zərflikdir cümləci olaraq, amma nitq hissəsi olaraq feildir. Feili bağlamadır. Zərf deyil. Çünki biz demişdik ki, A şəkildə düzələn zərf yoxdur. Hansı cümlədə yiyəlik halda olan sözlə başlanmır? Fikirlərim məni çox düşündürürdü, sənin fikirlərin məni çox düşündürürdü deyə bilirəm. Qarşısına yiyəlik hal artırdığım üçün bu artıq olur mənsubiyyət şəkilli söz və adlı hal olur. Ona görə cavab olur elə A bəndi. 8. Birinci tərəfi hadisənin səbəbini, ikinci tərəfsə nəticəsini bildirən mürəkkəb cümlə, tabesiz mürəkkəb cümləni tapmalıyıq. Düşmən ordusu hücumdan qorxub geri çəkildi. Bu sadə cümlədir. Bizdən mürəkkəb cümlə soruşur. Ona görə birləri çıxırıq. Güclü dolu yağdı, bu il meyvə bol olmadı. Yağdı, dolu, olmadı, meyvə, səbəb və nəticə var deyə bu götürürük. Uşaqlar qışqırıb həyətdəki quşları qorxudurdu. Sadə cümlədir, çünki işi icra edən uşaqlardır. Səsküy çoxaldı, uşaq yuxudan ayıldı. Çoxalan səsküydür, nəticədə də uşaq yuxudan ayılıb, ayılanda uşaqdır. Cavab olur 2-4 B bəndi. 9. Qoşma işlənmiş nümunəni müəyyən edin. Sən onun qarşısına duzla, çörəklə çıxmalısan. Bunu yadda saxlayaq ki, normalda deyirik ki, la-nı, lə-ni əgər və-lə əvəz eləyə biliriksə, yəni şəxs sonluğu da buna uyğundursa, la-lə-ni və-lə əvəz eləyə biliriksə, bağlayıcıdır. Amma yadımıza saxlayırıq ki, əgər orada sadalama varsa, duzla, çörəklə, hər ikisində la-lə şəkilçisi varsa, bu bağlayıcı yox, qoşma olur. Ona görə cavab olur elə A bəndi. 10. Uyğunluğu müəyyən edin, xitab və ara söz. Görəsən, sən demə, doğrudur. Bu ara sözdür.
1-ə A. Ey sərvərim, ey tacdarım, arşaq. Bu olur xitab. Demək, düzü, məncə. Bu olur ara söz. C-ni də buraya yazırıq. Uzun sözün qısası, sözün doğrusu baxmayaraq burada isə heç birinə uyğun gəlmir. 1-ə A, C, 2-yə B, cavab olur A bəndi. Nəzəri suallar bitdi. İndi isə keçək mətn suallarına. İlk mətn ümid çırağıdır. Bu mətnlə bağlı suallara baxaq. Üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənadadır? Baxaq. Yalnız iki balaca otaqdan lampa işığının zəif hənirtisi gəlirdi. Bu məcazidir. Hənirtinin gəlməyi məcazidir. Daha sonra, birdən masanın üstündə atasının ona göndərdiyi zəncirli cips adına nəzəri dəydi. Nəzəri dəymək məcazidir. 1, 2. Gecə yarıdan keçib, gecənin yarıdan keçməkdə məcazidir. 1, 2, 3. Cavab elə C bəndi olur. 12. Mətnlə bağlı yanlış fikri müəyyən edin. Hadisələr müasir dövrdə baş verməyib, bəli. Çünki orada karvandan söhbət gedirdi. Gənc təhsil almaq üçün çalışır, bəli, ona hazırlaşırdı. Ananın arzuları da əks olunub, düzdür. Oğul anası haqqında da düşünürdü, bəli, deyir ki, anamın arzularını reallaşdırmaq üçün çalışmalıyam. Atanın məktubları onlara çatmırdı, çatırdı. Atanın arada bir ata onlara məktub yazırdı, həmin məktubda onlara çatırdı. Cavab olur E bəndi. 13. Mətndə hansına aid fakt verilməmişdir? Hadisələrin baş verdiyi məkan şəhərdə baş verir. Gənc oğlana məxsus əşya, saat. Ananın ailə qurduğu yaş. O da burada qeyd olunmuşdu. Rahat yata bilmədi. 18 yaşında burada yaşı qeyd olunub bir qız ikən özü kimi zəhmətkeşlə evləndi. Ananın yaşı da qeyd olunub. Ananın narahatlığının səbəbi övladı ilə bağlı narahatçılıqları vardı. Övladın yaşı isə bilinmir. Sadəcə imtahan verməyi bilinir. Mətndə hansı suala cavab yoxdur? Ailə neçə üzvdən ibarətdir? Ata, ana, bir də övlad. Oğul kiminlə məsləhətləşirdi? Heç kəslə. Orada ümumiyyətlə kimin kimsə danışığı verilməyib. Hər kəsin düşüncələri verilib. Ona görə cavab olur B bəndi. 15. Qarşısında işarə qoymuş abzasla bağlı doğru fikirləri müəyyən edin. Söhbət hansı abzasdan gedir? Buradan gedir. Ana qəlbini hər dəqiqə dişən, onu rahat buraxmayan bir məsələ vardı. O da oğlunun təhsilini bitirib yeni təhsil dalınca başqa vilayətə getmək istəməsi idi. Qadın bir tərəfdən sevinir, digər tərəfdən övladından ayrı qalmaq istəmirdi. Burada o, oğluna daim qulluq edir, onu əziyyət çəkməyə qoymurdu. Oğlunu yüksək mənsəbdə tanınmış həkim görmək çoxdankı istəyi idi. Amma ondan ayrı nə olacağı bilinmirdi. Söhbət bu abzasdan gedir, bu abzasla bağlı doğru fikirləri tapmalıyıq. Narahatlığının səbəbi verilmişdir. Bəli, ayrı qalmaqları. Həqiqi mənalı sözlər üstünlüyü təşkil edir. Bəli, biz onu oxuyarkən də orada məcazi mənalardan daha çox həqiqi mənalı sözlərin üstünlüyü təşkil etdiyini görürük. Hadisənin baş verdiyi konkret zaman məkan haqqında təsəvvür yaranır. Xeyr. Bir şəxsin düşüncələri əks tapmışdır. Bəli, söhbət anadan gedir. Cavab olur 1, 2, 4. Məzmun da digər sənəd kəskin fərqlənir. Xeyr. Onsuz da bu hekayədə əsas məzmun övladın təhsil almasına bağlı olan hissələrdən təşkil olunur. 16. Çərçivədə verilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin. Çərçivədə verilmiş söz. Şəhərin əhalisi dərin yuxuya dalmışdı. Ümumiyyətlə bizdən mətndə çərçivədə verilmiş söz deyərkən siz mütləq cümləni sona qədər oxuyun ki, çünki onun mətndə kontekstə uyğun mənası fərqli ola bilər. O sizə həqiqi yoxsa məcazi olmağı siz ancaq onun cümləni oxuyaraq bilə bilərsiniz. Ona görə mütləq cümləni bütöv oxumalısınız. 16. Çərçivədə verilmiş sözlə bağlı doğru fikirləri tapaq. Həqiqi mənadadır, xeyr. Dərin yuxuya getmək məcazi mənadadır. Ona görə biri çıxırıq. Biriləri çıxırıq. Daha sonra gərgin, qorxulu mənasında işlənmişdir. Xeyr. İkini də çıxırıq. Məcazi mənadadır. Bəli. Dərin düşələr onu rahatlıq vermir cümləsində həmin söz eyni mənada. Bəli, hər ikisində məcazi mənada işlənib. Möhkəm bərk sözlə əvəz edilə bilər. Bəli, edilə bilər. Cavab olur B bəndi. 17. Mətnə nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edin. Nöqtələrin yeri. Bu il Bəxtiyar yaşadıqdan
Bu il Bəxtiyar yaşadıktan sonra istekli əri bir il Bəxtiyar yaşadıktan sonra istekli əri Qazan dalınca yaxınlıqdakı karvan yolundakı karvanlara qoşulub Qazanc dalınca getdi. Bunu elə bura yaza bilərik. Elə birinci A variantını yaza bilərik. 18. Ana haqqında yanlış fikri müəyyən edin. Oğlunu tək başına böyütmüşdür. Demək olar ki, bəli. Həyatında çətinliklər olmuşdu. Bəli. Oğlunun həkim olmasını istəmir. Əksinə, oğlunun həkim olmağını, həkim görmək onun çoxdankı istəyi idi. Cavab olur C bənd. 19. Mətnin əsasında cədvəli tamamlayan fikirləri yazın. Qadın narahat idi. Bunun səbəbi nə idi? Oğlunun uzağa getməyi. Bayaq abzas var idi. Üç bucaq işarəsi qoyulmuş abzas. Orada da onun narahatlığının səbəbi. Biz oxuduq ki, narahatlığı nə idi səbəbi? Çünki o ayrı yaşayacaqdı. Qayğısına qala bilməyəcəkdi. Ona görə də narahat idi. Ailə məhrumiyyətlə dolu həyat yaşamışdı. Nəticədə onlar həyatda həyatın yaxşı yaşamaq üçün yollar axtarırdılar da. Yəni oğul oxuyub müəyyən peşə sahibi olmaq istəyirdi. Ata ailədən uzaq qalmışdı ki, ailənin dolanışığını təmin etmək üçün. Yəni bu fikirləri də nəticə hissəsinə yaza bilərik. 20. Tünd qara hərflərlə verilmiş sözü həqiqi mənada cümlədə işlədərək yazın. Tünd qara hərflərlə verilmiş söz. Şəhərin əhalisi dərin yuxuya dalmışdı. Bu söz burada məcazi mənadadır. Digər mənada isə bu dalmaq sözünü biz həqiqi mənada suya dalmışdı. Suya atlamaq mənasında, tullanmaq mənasında da biz onu işlədə bilirik ki, dalmaq mənası həqiqi mənada Azərbaycan dilində bu cür işlənir və onu o cümlədə də işlədə bilərik. Şuşa mətni. 21-ci sual. Mətndə hansı sualın cavabı yoxdur? Ağa Məhəmməd Şah Qacar Şuşaya nə zaman hücum edib? Mətni oxusanız, daha doğrusu oxuyub daha sonra suallara baxsanız görəcəksiniz ki, orada ümumiyyətlə Ağa Məhəmməd Şah Qacarın hücum etməyi haqqında, yəni hücum etmə zaman tarixi məlum deyil, yəni verilməyib. Ona görə də belə cavab olur A bəndi. 22. Mətndə belə bir fakt yoxdur. Əsası qoyularkən Şuşa şəhərinin daxili quruluşu. Burada deyilir o 17 məhəllədən ibarət idi. Hər məhəllədə hamam, məscid, bulaq var idi. Şuşa divarlarının yaranması var idi. Şuşalıların ticarət əlaqələri var idi. İran, Rusiya ticarət əlaqələri saxlayırdılar. Pənah xanımın məqsədi belə bir şey yox idi burada. Şuşa şəhərinə səfər edən rəsmi şəxslər burada deyilir ki, işğaldan azad olunduqdan sonra Mehriban Əliyeva və İlham Əliyev oranı, yəni ora səfər etmişlər. 23. Mətnə əsasən cədvələ uyğun fikirləri müəyyən edin. Şuşa şəhərində pul kəsilirdi, bəli. Pənahabadı adlanan gümüş sikkə zərb edilirdi, doğrudur. 18-ci əsrdə Şuşa Qafqazın musiqi mərkəzinə çevrildi. 18-ci əsrdə Şuşa Qafqazın, 18-ci əsrdə yox, 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində. Ona görə bu doğru fikir deyil. Heydər Əliyevin Şuşa şəhərinə xüsusi qayğısı olmuşdur. Biz bunu Heydər Əliyevin Şuşa şəhərinə xüsusi qayğısı olmuşdur. Bəli, burada Sovet hakimiyyəti illərində ümumi lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərlər Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədində bir neçə xüsusi qərar qəbul edilib. Bizə yanlış fikir lazımdır, bu doğru fikirdir. Üzeyir Hacıbayev Şuşa şəhərini Kiçik Paris adlandırmışdı. Xeyr. Cavab olur 1, 4, D bəndi. Doğrunun altından doğru, yanlışın altından yanlış tapmalıyıq. Mətnin plan bəndlərinə aid edilə bilməz. Musiqi mərkəzi olar, ümumilli liderin qayğısı var, sənətkar məhəllələrinin yaranması var, Pənah xanım mübarizəsi, rusların gəlişi. Bunlar isə yox idi ikisi. Cavab olur 4, 5. 25. Tünd qara hərflərlə verilmiş sözü hansı nümunəyə əvəz etmək mümkündür? Tünd qara hərflərlə verilmiş söz. Çevrildi sözüdür. 18-ci əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrildi, döndü deyə bilərik. Yəni kontekstə uyğun onun sözündən əvəz edə bilərik.
26. Mətndə üzərində rəqəm yazılmış hansı sözlərin kontekstdəki mənası düzgün verilmişdir? Üzərində rəqəm yazılmış sözləri tapaq. Dalanı. Daha sonra sikkə, bünövrə, komplekslər. 5 var yoxsa? Yox, 5 yoxdur. Dalanı, sikkə, bünövrəsi, kompleksləri. İndi sözlərə baxaq 26-da. Müxtəlif yolların qovuşduğu geniş yol ötürücü. Bu dalan sözünün mənası deyil. Metal pul söhbət sikkədən gedirdi. Binanın özülü təməli 3-cü. Bünövrəsi, musiqi təhsilinin bünövrəsi deyir. Bu həmin mənada deyil. Bir sistemi təşkil edən tiklilər komplekslərdir. Bəli, bu aid idi. 2, 4 cavab olur. C bəndi. 27. Mətnin əsasən səbəbini müəyyən etmək mümkündür. Şuşa şəhərinin ikinci adının işlədilməsinin, çünki o Pənahəli xan tərəfindən tikilmişdi və onun şəhərinə Pənahabad adlanırdı. Daha sonra Şuşanın Qafqazın konservatoriyasına çevrilməsinin bunun səbəbini müəyyən etmək mümkün olmur. Şuşa şəhərinin salınmasının yoxdur. Ermənilər tərəfindən şəhərə ciddi ziyan vurulmasına, çünki işğala məruz qalmışdı. Şuşa şəhərin ətrafında sədd çəkilməsinin, bu da düşmən hücumundan qorunmaq üçün idi. 1, 4, 5 cavab olur D bəndi. 28. Qarşısına rəqəm yazılmış sözlərdən məcazi mənada olanları müəyyən edin. Qarşısına rəqəm yazılmış sözlərə baxaq. Şəhərimizdir, həqiqidir. Şuşa vətənimizin musiqi beşiyi, beşiyi sözü var. Bu da məcazidir. Daha doğrusu bu məcazi, şəhərimiz həqiqi idi. Sonra qoyulmuşdur, əsası qoyulmuşdur. Başqa. Dörd yoxdur. Adlandırdılar. Pənahabad adlandırdılar. Burada baxırıq. 2 ilə 3'ü götürürük. Cavab olur 5'i ilə əsasının qoyulmağı. Bunlar ikisi məcazi mənadadır. Bunların ikisini götürürük. Cavab olur 2 və 3. D bəndi. Digər qarşısına rəqəm yazılmış sözləri görə bilmədim. Adlandırdılar. Bir də güclü sədd. Bunlar həqiqi mənadadır. Ona görə variantlara baxdım ki, başqa rəqəmlər də var, amma mən görə bilmədim birinci. 5'i ilə qoyulmaq bəli məcazidir. Onların ikisini götürürük. 29. Qarşısında işarə qoyulmuş ifadənin məcazi qarşılığını müəyyən edin. Həmin qarşılığı mətndən kənar cümlə daxilində işlədin. Qarşısında işarə qoyub. Bu da şəhərin tərəqqisinə səbəb oldu. Tərəqqi inkişaf deməkdir. Tərəqqi bizdə inkişaf, çiçəklənmə, məsələn, günü-gündən elm sahəsində günü-gündən tərəqqilərə imza atırıq, müəyyən çiçəklənmə dövrü baş verir. Ölkəmiz günü-gündən çiçəklənir. Bunlar da yaza bilərik. Tərəqqi, çiçəklənmə, inkişaf mənasında yaza bilərik. Mətndə adlandırma ilə bağlı faktları müəyyən edin. Adlandırma ilə bağlı faktları müəyyən edin. Burada mətndə adlandırmalar var idi. Bir, şəhərin Pənahabad adlandırılması var idi. Bir də burada var ki, Şuşanı Kiçik Paris, Qafqazın sənət məbədi, Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası adlandırırdılar. Adlandırma bunların ikisi idi və bunların ikisini də biz bura qeyd edirik.